Əbu Dərda nəql eləyir. Əbu Dərda Peyğəmbər sahabəsidir. Deyir, gecənin bir aləmi idi. Gördüm ki, Əli ibn Əbi Talib gedir Bəni Nəccar xurmalığına tərəf. Öz-özümə fikirləşdim ki, bu gecənin bu halında bu kişi hara gedir? Bu adam hara gedir? Ardınca getdim. Deyir, girdi xurmalığın içinə ki, artıq gözdən iti, başladı ibadət eləməyə, namaz qılmağa. Namaz qıldı, sonra başladı dua eləməyə, münacət eləməyə, yalvarır, ağlayır, göz yaşı saqqalından tökülür. Mən də bir kənarda oturmuşam, sakitcə dinləyirəm bunu. Biraz keçdi, səsi kəsildi. Fikirləşdim ki, yəqin yorulub. Yoruldu Əli ibn Əbi Talib, yatıb. Yaxınlaşdım, gördüm uzanıb yerdə. Tərpətdim, tərpənmədi. Bu cür vəsf edir. Sanki yerə düşmüş bir taxtadır, bir ağac parçasıdır. Öz-özümə dedim ki, Mata Əli ibn Əbi Talib, Əli ibn Əbi Talib öldü, dünyasını dəyişdi. Qaçdım evə xəbər verməyə Peyğəmbər qızına. Soruşdular, nə olub, nə baş verib? Dedim ki, heç nə, belə ibadət eləyirdi, namaz qılırdı. Sonra özündən bu cür getdi. Bunu Əbu Dərdə niyə danışır? Əbu Dərdə deyir, bir gün girdim Peyğəmbərin məscidinə, gördüm ki, oturublar sahabələr, bir filan sahabəni öyürlər, filan sahabəni tərifləyirlər, amma heç kəs Əlidən danışmır. Onda deyir, bu əhvalatı danışdım. Və orada danışıb bu əhvalatı. Deyir, Fatimə Zəhraya baş verənləri danışanda xanım Zəhra dedi ki, Əbu Dərdə, bu onun həmişəki halıdır. Gedin üzünə biraz su çiləyin, özünə gələcəkdir. Bu cür deyir, getdi, Əlinin üzünə su çilədi, özünə gəldi. Çünki qəlb elə bir camalın müşahidəsindədir ki, cism artıq o müşahidəyə tabi gətirə bilmir, dözə bilmir. Biz danışırıq, sözdə deyə danışa bilir ya bunu. Biz bunları yaşaya bilsək, biz burada söhbət eləyənmərik. Allah sevgisi bax belə bir sevgidir.